Dəyərli izləyicilər, bir daha salamlayıram. Başda şəhid valideynləri, şəhid atası, şəhid anası əllərindən öpüb qarşında baş əyirik. Qazilərimiz, sizin ağırlığa canınıza canımız qurban. Bizlər üçün canınızdan keçibsiniz. Bədəninin müəyyən hissəsini qurban verir. Veteranlarımıza can qurban. Əskərindən zabitinə kimi bizi qoruyan ordunun Allah canı sağ eləsin. Allah ordunu qorusun. Və bir daha Allah dediyim adlar və Azərbaycan xalqının Qurban Bayramı mübarək olsun. Növbəti ikinci ailəyə gəlmişik. Həqiqətən bu ailə ağır acınacaqlı bir vəziyyətdədir. Bu ailəni bizə tanış edən və bu ailəni bizə tanıtdıran Qazi İman Bəydilidən Gözəlzadə İman İlhamoğlu var olsun ki, o bizə tanış elədi ki, belə bir ailə var. Həqiqətən də bu ailəyə gəlmək çox yerinə düşdü. Bu evi tam yaxından çəkəcək, sizə göstərəcək. Bu ailə evi belə çəkilir. Bir dənə o bir dənə evin içine gireyim. Ne alacaksan diyorum. Tamam. Görsənə də neysən? Ama bu vəziyyətdə yaşayır. Bu vəziyyətdə. Yağış yağanda da yuxarı zadı çək bax. Belə ailələrə biz yanında olub. İmana təşəkkür edirəm həqiqətən. Gözəlzadə İman, Allah sənə şəfa versin. Sənin üçün onda bütün qazilərimizə Allah şəfa versin. Həqiqətən, bax bizə sırf belə ailələr lazımdır. Biləsuvarda sırf belə ailələrin kim yerin bilirsə, tanıyırsa bizlərə desin. Biz də xalqın köməyi ilə dəstək olaq. Hər şey dövlətin üstünə biz atmırıq. Çünki dövlət də öz dəstəyini əsirgərmir. Biz isə bir xalq olaraq, bir insan olaraq biz də istəyirik ki, həyatda vasitəçilik ilə kimlərin də vasitəsindən biz də bir balaca suabımızı qazanaq. Valla, həyatda var, dövlət milyon olar bu dünyada qalır. O dünya, bu dünyada qalır, səndən getmir. Valla, belə deyim də, onlar sizə necə izah edeyim. Yəni, bu dünyada olan şeylər bizdikdir. Valla, bizləndir. Bu dünyada nə görürüzsə, mal, mülk, var, dövlət, nə bilim, villalar, and olsun Allah, nə qədər də yıxsın, qalacaq bu dünyada. Səndən bir şey gedir. Bu dünyada qazandığın əməllər, bu dünyada qazandığın xeyirxah işlər, o dünyada sənin dəstəyin olacaq, yanında olacaq. Bu dünyada ancaq elə insanlar var, bürünüb pula, gündə üstünə qazanır atır, heç nə imkansıza, kasıba dəstək olmur. Elə bilir, elə onlar hamısı bunundur. Xeyr, sənin biraz vicdanın oyansın, elə insanlar. Biraz qəlbində, ürəyində rəhm olsun ki, vallahi o pul mənimlə getməyəcək. Heç olmasa bu dünyada bu pullardan istifadə edeyim. Hac, Məşədi, Kərbəlayı gedə bilməyənlər, maddi cəhətdə zəif olub gedə bilməyənlər, bu dünyada da qazana bilərsiniz. Gedə bilmədən qazana bilərsiniz. Bəli, bu ailəni sizə göstərdim və bu gün Qurban Bayramı münasibəti ilə bu ailəni də produktunu gətirmişik ki, inşallah gedək produktu bu ailəyə təhvil verək və növbəti ailəmizin yanına gedək. Dəyərli izləyicilər, dediyim kimi hal-hazırda bax bu ailəni bizə Gözəlzadə İman İlhamoğlu tanıtdı. Yəni həqiqətən biz sevindik ki, belə ailələr harda, nə qədər belə ailələr varsa Biləsuvar ərazisində bizə məlumat versin. Biz də xalqın köməyindən o ailələrin yanında olaq. Bu günləri bizə bu xanımın sözü də var. Buyur. Bir daha Qurban Bayramımız mübarək. Başda şəhid ailələrə, qazi və veteranlarına. Gəldiyiniz üçün sizə təşəkkür edirəm. Allah İmanın da kömək olsun. İman axşam mənimlə danışdı. Dedi, belə bir şey var. İstəyirəm sizi də yəni şeyləsinlər. Dəstək olsun. Narahatlığın yoxdursa, gəlsinlər, çəksinlər. Dedim, gəlsinlər, narahatlığım yoxdur. Suyun içində yaşayıram. Yoldaşım özü Əfqanistan müharibəsi olubdu. Onun nə torpağı adıma keçirdirlər, nə sənətini ala bilirəm, nə bir şey eləyə bilirəm. Tikmiş də yarımçıq qaldı, 2 il rəhmətə gedibdi. Evim, eşim də suyun içindədir. Qonşularım hamısı gəldi mənə, dəstək oldular. Mənə dedi ki, gedək bizdə qalcına. Dedim, yox, evi yəsur keçə bilmərəm. Yəni, imkanım yoxdur, özüm də xəstə adamam. Başına dönüm, bu daha da qalmışam belə. Heç yerində gəlirim yoxdur. Pensiya zət alır. Heç nə almıram. Getdim bələdiyyə, dedim mənə ünvanlı yardım sosial. Dedilər sənə düşmür. Tuttum gəldim, oturmuşam evimdə. İnşallah bu sənin dediyin o işlə də bizim maraqlanarıq. Allah haqqı. Biraz da elə qonum qonşu hamısı. Bax sizə bir söz veririk. Gör nə deyirəm xanım. Biz sizə söz veririk inşallah. Hər belə aksiyada xeyirxah işlərə dəstək olanda gəlib sizin ailəni sevindirəcək. 2 gündə qazçılar gəlib ki, deyir qazı kəsir. Nə qədər də qaza borcum? 71 manat qaza borcumuz var. Deyir, biz gəlib burada çəkiliş edib ödəniş edərik. Nədir bu? Onu kimdir? Sizdə qazda kimdir?
Rəsuldum, rəhmətli Mövludun oğlu. Danışarıq İki ondan. gündür gəlib, 71 manat. 71 manat Danışarıq o ödənişimiz var. ödənişi də xalqın köməyindən dəstək olarıq. Ona görə sizdən... Başqa nəsə sözün varsa buyur. Yox, sizə qurban olarım. Allah eləməsin, biz- Gələn ayaqlarınızın qadasına... Allah eləməsin. İmkan eləyin, danışın, eləyin. Mən bu nə kağızımı ala bilirəm, nə bir yardım Nəyə edə gücümüz bilirəm, çatır kömək nə eləyək. bir şey eləyə bilirəm, heç nə. Getdim başçının qəbuluna, o da dedi ki, Tamam, göndərdi gəl. xəstəxanaya ki, 3-cü qrup əlil pensiya, onu da heç eləmədilər. Mən Elə o dedim, sən xəstəxana, bu düşəsən. xəstəxana gəzdim, elə bir yerdə qaldım. Bax sizə söz veririk. O qazuzu gələcək 71 manatdır. İndi Rəsulla da danışarıq. Yəni hamımız Azərbaycan millətiyik. Bir-birimizi başa düşürük, bir-birimizi düşünürük. Çünki bir-birimizi başa düşüb düşünməsəydik torpağı azad etməzdik. Bölgəsindən asılı olmayaraq bir araya gəlib torpaq azad etmişik. Bizim rayonumuzda da həqiqətən, nəinki bizim rayon, Azərbaycan bölgələri çox həqiqətən kasıbına, imkansızına həssas bir insanlardılar. Dəstək olurlar. İnşallah inanıram, güvənirəm. Allahın köməyinə xalqıma, bax burada olan, canlıda olan və dəstək olan xalqıma güvənirəm. Sizin o 71 manat qazuza dəstək olacaq. Nə çətinliyiniz var, imkanımız çatdığı qədər yanında olacaq. Və bu günləri ətraflı göstərək. Sağ ol. Allah yardım Produkt. edənlərin köməyi olsun. Bir Allah şey övladınızın köməyi olsun. heç saat götürmədən hamısını gətirmişik. Heç bir şey götürmədən. Hər şey buradadır. Bir ailənin bax produktu belədir. Yığılan. Dəstək olanların da Allah köməyi olsun. Var olsun. Buradan yenə də deyirəm, qoy hər çəkişdə onu deyirəm, bilsinlər. Yaşar qardaşımız xəstə canından bu gün bir ailəni öz boynuna götürdü. Hacı Füzuliyə təşəkkürü öz Allah boynuna özünə götürdü şəfa və versin. bir manatından 50 qəpiyindən bu canlı kasıb qardaşlarımız, ailələr yığılıb dəstək olur. Ürətinə artıq sözüm varsa buyur. Çox sağ olun. Qurban bayramınız mübarək olsun. Sağ ol, sizin də bayramınız. Sizin ağzından yeyəsiz. Cəmaata da dua edirik ki, çox sağ Niyyətə olun. verirsə Allah qəbul etsin. Allah razı olsun evlatlarınızın ondan, canını salamat qardaşlar. eləsin. Allah Bu canınızı iki gündə dəyməsin. savab qazanırsınız, Allah hamınız. gözü sizi xatadan bəradan uzaq eləsin ki, Allah kömək olsun. bizlərə dəstək olursunuz. Çox sağ olun. Qurban olun. Təşəkkür. Bir daha nə iş görürsünüzsə şəffaf olun. Nə iş görürsünüzsə əgər Allaha xatir edirsə Allaha xatir edin. Allah deyib bicliklə məşğul olmayın. Cəmaatın pulundan istifadə edib özünüzə nə isə eləməyin. Həqiqətən real olun, Allah əvəzini verəcək. Var olasın. İmkanım yoxdur. Gəlib